bugün bizim qlobal gündəliyimiz təbii ki, dayanıqlı inkişafın təyin edilməsidir, Qarabağın bərpasıdır, yenidən qurulmasıdır, layihələrimizin yekunlaşdırılmasıdır ki, onların nəticəsində yeni nəqliyyat marşrutları yaradılacaqdır. 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinə dərhal start verildi. Vaxtilə dağıdılmış yaşayış məntəqələrinin yerində bugün müasir şəhərlər və kəndlər salınır. Yollar, tunellər, körpülər, hava limanları, elektrik yarımstansiyaları, su anbarları, magistral kommunikasiya xətləri və digər mühəndis infrastruktur layihələri bölgənin sosial-iqtisadi inkişafı üçün möhkəm zəmin yaradır. İşğaldan azad olunan ərazilərin bərpası, yenidən qurulması, həm onun iqtisadiyyatının milli iqtisadiyyat inteqrasiya olunması, həm orada sosial, iqtisadi, mədəni, hüquqi sahələr üzrə həyata keçirilən tədbirlərin ölkənin indiyə qədər olan və indidən sonra müəyyən olunan proseslərinə doğğun şəkildə inteqrasiya olunması məsələləri diqqətdə qaldı ki, bu da ölkəmizin müasir inkişaf mərhələsində belə desək, yeni reallıqlarını təşkil etməkdədir. Və təbii ki, Azərbaycan Respublikasında Müzəffər Ali Başkomandanımız, cənab Prezidentimiz tərəfindən bir sıra dövlət tədbirlərinin məhz işğaldan azad olunan ərazilərdə reallaşdırılması, həm Azərbaycanın həmin ərazilərinin dünya ölkələrinə daha geniş şəkildə təqdimatı, həm bu ərazilərdə Azərbaycanın həyata keçirdiyi geniş miqyaslı inkişaf, quruculuq işlərinin və Azərbaycanın həmin ərazilərdən yalnız inkişaf, iqtisadiyyat, sülh və humanizm dəyərləri üçün istifadə etdiyini bir daha göstərir. Və eyni zamanda Azərbaycan həmin ərazilərdə öz tarixi ərazi bütövlüyünü təmin etməklə öz ərazilərinə sahib çıxır. Bərpa prosesinin əsas məqsədlərindən biri də uzun illər doğma yurdlarından didərgin düşmüş insanların təhlükəsiz və rahat şəkildə öz doğma torpaqlarına qayıdışını təmin etməkdir. Böyük qayıdış proqramı çərçivəsində artıq bir sıra yaşayış məntəqələrinə ailələrin köçü həyata keçirilir. Yeni salınan yaşayış kompleksləri müasir memarlıq üslubunda inşa olunur. Burada məktəblər, uşaq bağçaları, tibb müəssisələri, mədəniyyət ocaqları, idman kompleksləri və digər sosial obyektlər yaradılır. Məqsəd yalnız insanların evlərinə qayıtmasını təmin etmək deyil, həm də onların yüksək həyat standartlarına uyğun şəraitdə yaşamasını təmin etməkdir. Qarabağın bərpası layihələrində diqqət çəkən əsas məqamlardan biri də ağıllı şəhər və ağıllı kənd konsepsiyalarının tətbiqidir. Bu konsepsiyalar çərçivəsində rəqəmsal idarə etmə sistemləri, enerjiyə qənaət edən texnologiyalar, alternativ enerji mənbələri, müasir rabitə infrastrukturu və innovativ həllər tətbiq edilir. Günəş və külək enerjisindən istifadə imkanlarının genişləndirilməsi, elektrik nəqliyyat vasitələrinin təşviqi, rəqəmsal xidmətlərin əlçatanlığı və ekoloji dayanıqlılıq Qarabağın gələcəyinin yaşıl inkişaf modeli üzərində qurulduğunu göstərir. Rəqəmsal texnologiyanın nəticələrindən istifadə olunması təsadüfi deyildir ki, abadlıq işləri başlayandan elə Qarabağda, Şərqi Zəngəzurda ağıllı şəhər, ağıllı kənd konsepsiyalarının həyata keçirilməsi, ağıllı şəhərlərin idarə olunması və yaxud da həmin proseslərdə dəyişikliklərin idarə olunması, yeni idarə etmə mexanizmlərinin həyata keçirilməsi, yeni iqtisadi strategiyanın həyata keçirilməsi, əmək resurslarından səmərəli istifadə olunması, iqtisadi resursların səmərəliliyinin təmin olunması, yeni infrastruktur təsisatlarının həyata keçirilməsi və bütün bunlarla birlikdə Qarabağ İqtisadi Rayonunun, Şərqi Zəngəzur İqtisadi Rayonunun həm ənənəvi, həm də yeni prioritetlər müstəvisində bundan sonraki inkişafına verəcəyi töhfələr məhz hələ qarşıdakı mərhələlərdə daha da güclü şəkildə ortaya qoyulmuş olacaq.
Bütün bunlar göstərir ki, Azərbaycan eyni vaxtda iki mühüm strateji hədəfi həyata keçirir. Bir tərəfdən vətən müharibəsində əldə olunan tarixi qələbənin nəticələrini möhkəmləndirərək Qarabağı yenidən dirçəldir, digər tərəfdən isə rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının tətbiqi ilə gələcəyin iqtisadiyyatını formalaşdırır. Bu iki istiqamət bir-birini tamamlayaraq ölkənin davamlı inkişafını, iqtisadi gücünü və beynəlxalq rəqabət qabiliyyətini daha da artırır. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri Qarabağın tam bərpasını uğurla başa çatdırmaq. Eyni zamanda rəqəmsal transformasiya və süni intellekt sahəsində qabaqcıl ölkələr sırasında yer almaqdır. Bu məqsədlə həyata keçirilən layihələr yalnız bugünkü inkişafı deyil, gələcək nəsillər üçün dayanıqlı, innovativ və güclü Azərbaycanın formalaşmasına xidmət edir. Həsən Məmmədov, Məryəm Bababəyli, Arzu Sadiqov, NTV Xəbər.